إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Amma ba'd. Əziz və dəyərli qardaş və bacılarım, hörmətli dinləyicilər, Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərinin izahına davam edirik. Və Buluğul Məram kitabında qaldığımız hədis 29-cu hədisdir. عن أبي السمح رضي الله عنه قال رسول الله صلى الله عليه وسلم يغسل من بول الجارية ويرش من بول الغلام. أخرجه أبو داود والنسائي وصححه الحاkim. Əbu Əs-Səmh radiyallahu anhu, Allah ondan razı olsun, rivayet edilir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurub: qız uşağının sidiyi yuyulur, oğlan uşağının sidiyinə isə su silənir. Abu Davud və Nəsai hədisi rivayet edib, Hakim isə hədisin səhih olduğunu qeyd eləmişdi. Və hədisin şərhində qeyd olunur ki, Əbu Səmh Peyğəmbər sallallahu əleyhi və səlləm xidmətçilərindən idi və bu hədis ondan rivayet olunub. Hədisdə qeyd olunur ki, qız uşağının sidiyi dəysə, digər sidiklər kimi yuyulmalıdır. Əgər oğlan uşağının sidiyi dəyərsə, ora su silənməsi kifayət eləyir. Hədisin varid olma səbəbi barəsində qeyd olunur ki, Əbu Səmh, Allah ondan razı olsun, Peyğəmbər sallallahu əleyhi və səlləm xidmət etdiyi zaman Allah Resulü sallallahu əleyhi və səlləm nəvələri, sevimli nəvələri Həsən və Hüseyn radiyallahu anhu ilə oynayırdı və uşaq onun sinəsinə sidik edir. Əbu Səmh onu yumaq istəyəndə Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisi qeyd eləyir. Qız uşağının sidiyi yuyulur, oğlan uşağının sidiyinə isə su silənir. Və bu Peyğəmbər sallallahu əleyhi və səlləm təvazökarlığından xəbər verir. Uşaqları qucağına alardı, onlarla oynayardı və həmçinin belə hallar, hadisələr baş verən əsəbləşməzdi. Deməzdi ki, niyə görə uşağı mənim qucağıma verirsiniz? Hətta belə bir hadisə baş verir. Və bunlar hamısı onun təvazökarlığından xəbər verir. Və biz bu hədisdə həmçinin qeyd edə bilər ki, bir insan soruşa bilər ki, oğlan uşağının sidiyinin nə zaman yuyulması və nə vaxt su silənməsi ilə bağlı meyar, dabit, dəqiqlik, qayda nədir? Cavab olaraq alimlər qeyd edirlər ki, qayda burada meyar, Səhih, Buxari, Müslimdə sabit olan hədisdir. Peyğəmbərə sallallahu əleyhi və səlləm yemək yeməyən bir oğlan uşağı gətirildi və uşaq onun qucağına sidik etdi. Peyğəmbər sallallahu əleyhi və səlləm su gətirilməsini əmr edərək ora su çilədi. Və bu məsələdə meyar bundan ibarətdir. Yəni, uşağın yemək yeməməsi, əgər yeyərsə, onun sidiyi yuyulmalıdır. Və burada məqsəd uşağın heç bir şey dadmaması deyil. Çünki əgər belə desəydik, uşaq hələ doğulduğu ilk günlərində belə bir şeylər çeynəyə bilər və yuyulmaq hökmünə daxil olardı. Lakin burada məqsəd odur ki, yemək ana südünün əvəzinə və ondan daha çox, ana südündən daha çox olan başqa yeməklərdir. Yəni, yeməklə, südlə qidalandığından daha çox qidalanmış olsun. Süddən daha çox digər yeməklərə üstünlük versin. Belə olduğu halda həmin oğlan uşağı kiçik olsa da belə onun sidiyi yuyulur. Əgər bir yer dəyibsə, əgər qidası sırf süd olarsa, o zaman məsələ aydındır. Yumaq deyil, süd siləmək kifayətdir. Yox, əgər yemək süddən qeyriləri onun qidasının əksəriyyətini təşkil eləyərsə, o zaman burada qeyd edilir ki, əksəriyyətin hökmü üstün tutulur. Və bu da alimlərin bir çox məsələlərdə çoxun aza üstün gəlməsi qaydasına əsaslanır. Yemək əgər üstünlük təşkil edərsə süddən, yəni uşaqdır, gündə 2 dəfə süddən qidalanır, lakin yerdə qalan 4-5 dəfəsini digər yeməklərlə qidalanır və yaxud da bir dəfəsini südlə, yerdə qalan 3-4 dəfəsini digər yeməklərlə qidalanırsa, artıq burada həmin uşaq bir insanın üzərinə sidik edərsə, həmin sidik yuyulur. Yox, əgər əksəriyyəti ana südündən ibarətdirsə, o zaman həmin yerin üzərinə su çilənir və bu kifayət edir. Hədisin faydalarından
Bir, bu hədis qızla uşaq arasındakı fərqin olmasına dair bir dəlildir. Uşaqlarda, körpələrdə belə ki, qədəri, yəni yaradılış və həmçinin şəri cəhətdən onlar arasında bir çox fərqlər var, erkəklə dişinin arasında. Və buradakı fərq isə kiçik oğlan uşağı ilə kiçik qız uşağının sidiyi arasındadır. Və qız uşağının sidiyi digər bütün sidiklər kimi yuyulur. Oğlan uşağının sidiyinə isə su çilənir və bu kifayət eləyir. Və birdən soruşulsa ki, oğlanla qız uşağının sidiyi arasındakı fərq nədir? Cavab olaraq qeyd edirik ki, onların arasındakı fərq Allah və Rasulunun sallallahu aleyhi ve sellem hökmüdür. Nə zaman ki, Allah və Rasulü sallallahu aleyhi ve sellem bir şeyi digərindən fərqləndirərsə və bir-birinə yaxın olan iki şey arasında fərq qoyarsa, yəni əsl səbəb elə Allah və Rasulunun sallallahu aleyhi ve sellem hökmüdür. Və bu səbəb hər bir mömin üçün yəni qanedici olmalıdır. Və bundan sonra müzakirələrə, mübahisələrə ehtiyac yoxdur. Çünki mömin Allahın hökmünün hikmət üzərində qurulduğuna iman gətirib. Və biz mömin olduğumuz halda bilsək ki, Allahın hökmü hikmət üzərində qurulub, o zaman yəqinliklə bilərik ki, orada mütləq bir hikmət vardır ki, hökmdə bu fərqliyi vacib eləyib. Və ona görə də biz bu hökmlərə qane oluruq, biz bu hökmlərə tabi oluruq. Və həmçinin də çoxunuza gizli deyildir ki, bir qadın anamız Ayşədən, Allah ondan razı olsun, soruşmuşdu ki, nə üçün heyzli qadın orucun qəzasını tutur, amma namazın qəzasını eləmir? Ayşə anamız deyir ki, bu bizim başımıza gəlirdi və bizə orucun qəzasını tutmaq əmr olunurdu, namazın qəzasını etmək isə əmr olunmurdu. Və Ayşə anamız, möminlərin anası, Allah ondan razı olsun, məhz bunu hikmət, səbəb olaraq göstərdi və həqiqətən də bu belədir. Ona görə insan bu kimi məsələlərdə çox sual verməli deyil. Və həmçində bəziləri deyiblər ki, bunun səbəbini bilmirik və bu sünnənin gətirdiyi bir ibadət məsələsidir və bizə düşən soruşmaq deyil, tətbiq eləməkdir. İkinci fayda isə kiçik oğlan uşağının və kiçik qız uşağının sidiyi nəcisdir. Çünki onların hər birindən, həmin sidiklərindən təmizlənmək əmr olunmuşdur. Lakin kiçik qızın sidiyini yumaq onu təmizləyir, həmin nəzasəti. Yemək yeməyən, yalnız südlə qidalanan, ana südü ilə qidalanan oğlan uşağının sidiyini isə su çiləmək və ya səpmək həmin nəzasəti aradan qaldırır, təmizləyir. Üçüncü fayda, oğlan uşağının və qız uşağının sidik deyil də digər nəcisi yəni eyni hökmdədir. Yəni eyni hökmdədir deyildikdə, əgər sidik deyil, qeyri-nəcis çıxıbsa onlardan, artıq bu zaman ikisində də yuyulur. Yəni başqa nəzasətlər kimi bu nəzasətlərdən də yuyulur və beləcə həmin yer və yaxud da həmin paltar təmizlənir. Çünki onların arasındakı fərq ancaq sidikdədir. Və lakin nəcis isə yəni artıq ondan çıxarsa, artıq o öz hökmündə qalır, nəzasət hökmündə qalır və ikisindən də su ilə yuyularaq təmizlənir. Növbəti fayda, oğlan uşağı böyüdüyü zaman və qida ilə bəslənəcək həddə çatdıqda və yaxud da qidası yəni ana südündən daha çox olduqda onun hökmü deməli həddi buluğa çatan kimidir. Yəni onun sidiyindən yuyulur, bulaşılan yer su ilə təmizlənir, yuyulur. Növbəti fayda, ehtiyac yarandıqda sidik sözünü açıq şəkildə ifadə etməyin icazəli olması. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, qız uşağının sidiyindən yuyulur, oğlan uşağının sidiyindən isə su çilənir. Yəni bu məsələlərdə utanmağa bir yer yoxdur. Hətta yəni bu günümüzdə də yəni məlumdur. Hətta misal üçün tibbi analizlər verdiyimiz zamanda tələb olunan şeylərdən biri, hətta həkim belə bunu işlədir və yaxud da sənədlərdə belə göstərilir. Yəni bunlar elə bir şeydir ki, məsələlərdə utanmağa yer yoxdur. Və xüsusən də dini məsələlərdə
Bu şeylərdən insan utanmalıdır, soruşmalıdır. Çünki bilirsiniz ki, iki şəxs elmə nail olmaz, onlardan biri də utanandır. Əgər insan utanacaqsa, soruşmayacaqsa, onda insan necə əvvəldə qeyd etdiyimiz kimi necə bu məlumatlardan xəbərdar ola bilər? İbadətləri necə düzgün və doğru şəkildə yerinə yetirə bilər? Ona görə məsələlər mühümdür və sahabələr, həm kişilər, həm qadınlar belə məsələləri Peyğəmbər sallallahu əleyhi və səlləm soruşurdular və bunlar öyrənilməlidir və insanlara çatdırılmalıdır ki, hətta onlar dinlərindən doğru və düzgün şəkildə xəbərdar olsunlar.